layihələr icra olunur. Hal-hazırki vəziyyətimiz odur ki, Bakı şəhərinə gün ərzində ardınca 300 min avtomobil fərqli istiqamətlərdən daxil olur. 300 min. Bu illər ərzində bir neçə islahatlar etdilər ki, şəhərin daxilindəki hərəkətliyə təsir olsun. Və bunu da iki hissəyə bölək. Var yüngül islahat, var sərt islahat. Yüngül islahat tez nə edə bilərsiniz ki, insanlar bunu hiss etsin. Küçə sahəniz var, transformasiya edirsiniz. Avtobus zolağı, mikromobillik zolağı, yəni bir zolaq çəkməklə dünən yox idi, bu gün var. Dünən də tıxac var idi, bu gün də tıxac var. Fərq ondaydı ki, dünən o alternativ yox idi. Və insanlar artıq bu növlərə daha çox yönəlir. Avtobusda orta sürət artıb, avtobusda sərnişin sayı artıb. Yox, çox rahatdır. Məsələn digər tərəfdən burada da bir məqamı yerinə düşər qeyd etmək. Biz sürətdə utduq, amma komfortda hələ yox. Yəni insanlardan geri dönüş gəlir ki, biraz sıxlıq oldu avtobuslarda. Bu var, bu aydın məsələdir ki, milyondan artıq əhalisi olan şəhəri tək avtobusla idarə etmək olmaz. Ona görə olmazsa olmazı şəhər mobilliyinin onurğa sütunu relsli nəqliyyatdır. Şəhər ətrafından dəmir yolu, şəhərin daxilində metro və tramvay. Bunun üçün dövlət proqramı təsdiq olundu 2025-2030-cu illər. Bu günlərdə dövlət proqramının birinci ilinin yekunları üzrə həm hesabat idi, həm də görülən layihələr, yaxınlarda icrası başlanılan layihələr barəsində məlumat verildi. Burada da fərqli hissələr üzrə baxa bilərik. Yəni yüngül islahat bir hissəsi artıq qismən bitmiş hesab etmək olar. Yəni avtobus zolaq şəbəkə halındadır. Şəbəkə yavaş-yavaş genişlənir. Mikromobillik dünənə qədər yox idi, bu gün var və artıq 47 kilometr var. Hədəf 100 kilometrə çatdırmaqdır. Bu günlərdə bu da dünən yox idi, amma bu gün var və zamanla daha çox istifadəçi sayı artacaq. Təkcə şəhərin mərkəzində artıq 12% istifadə çoxalıb. Yəni insanlar bu növə meyl edir. Keçirik relsli növlərə. Bu günə kimi Bakıda tikilən metrolar, yəni metro bir stansiya tikilir, layihələndirilir və bir stansiya prinsipi ilə gedirlər. İndi bu köhnə ənənə qalır keçmişdə, yeni ənənəyə əsasən artıq bütün stansiyaların həm yerləri ayrılıb, həm dövlət aidiyyəti strukturlarına razılaşdırılıb, layihəsi tamamlanıb və bu ildən aktiv olaraq bu işlər görüləcək. Həmçinin investisiya tutumlu olduğundan bu layihələr üçün kredit alınacaq. 10 stansiyadan biri, sizin elə ofisdən biraz yuxarıda artıq B4 stansiyası bu il təhvil verilir. Bununla yanaşı Bakının mövcud metro şəbəkəsinin daha effektiv işləməsi üçün müəyyən məhdudiyyətlər var idi. Bu məhdudiyyətlərdən biri 28 may stansiyasında yaşıl və qırmızı xəttlər eyni müstəvidə kəsişir. Onları ayırmaq lazımdır. Onları ayırmaqdan öncə gərək 3 xəttin ayrıca hərəsinin deposu olsun. Bizdə 3 xəttin 2 deposu vardı. Biri Bakmildir, biri Xocaysən. Yəni yaşıl xəttin deposu olmadığından xəttdə problem olarsa qatarda bütün xətt dayandırılır və Bakmilə aparılır. İndi bu xətt əgər ayrılarsa demək o əlaqə olmayacaq. Bu qatar hara getməlidir? Ona görə Dərnəgül deposu ilkin olaraq tikilməlidir və keçən ilin yay aylarından başladılar. Hədəf daha tez bitirməkdir, amma ilin sonunda deponun altından da tunel, avtomobil tuneli tikintisi layihəsi başladı və qrafik biraz sürüşdü. Çox güman bu ilin aprelinə düşünürəm bitirərlər və qısa zamanda deponu işə salandan sonra artıq xətlərin ayrılmasına start veriləcək. Ondan sonra bir də içəri şəhərdə dönmə kamerası tikilməlidir. Çünki indiki halda qatar biri tuneldə gözləyir, digəri platformada insanları düşürdür, geriyə qayıdır və bu da intervala təsir edir. Bu layihələr icra olunandan sonra ilkin olaraq mövcud 3 xəttimiz daha qısa intervalla daha intensiv işləyəcək, amma növbəti 9 stansiya eyni anda tikilməsi nəzərə alınır və eyni anda açılacaq. Yəni biri açıldı, bir il belə də olmayacaq. 2030-da eyni anda Bənövşəyi xətt tam şəhərin mərkəzinə Ağşəhərə kimi gedib çıxacaq və Xətayidən üzü Həzi Aslanova qədər yaşıl xətt davam edəcək və beləliklə yeraltı nəqliyyat növümüz metro bugünkü 640 mindən ardasa 800 min
1 milyon sərnişini daşımaq imkanı olacaq. Digər növümüz 145 yaşlı dəmir yoludur. Dəmir yolunda da bu gün hardaysa günlük hardaysa 28 mindir və ortalama. Amma pik rəqəmləri götürsə 42 min daşıya bilir. Bunu 200-250 minə qədər çatdırılması hədəf götürülüb 2030-cu ilə qədər. Burada da mövcud dəmir yolunda müvafiq olaraq layihələr icra olunacaq. Həmçinin də biz Bakı Abşeron dairəvi deyiriksə, amma Abşeronda dairəvi deyil, 2 yarım dairədir. Bunun dairəvi fəaliyyəti üçün Keşlə yük stansiyasından Böyük Şor istiqamətinə indi hal-hazırda yük qatarları işləyir. Orada sərnişin qatarlarının hərəkətini nəzərə alan bir layihə icra olunacaq və beləliklə Xırdalandan, misal üçün Koroğluya, Bakıxanova getmək istəyən sərnişin indiki halda gəlib 28-ə gəlib oturmalıdır, gözləməlidir növbəti qatarı, amma birbaşa gedə biləcək. Və bu da Bakının o baş planında monosentrikdən polisentrikə, yəni bir mərkəzlikdən çox mərkəzliyə qoyulmuş hədəf üçün bir zəmin yaradacaq. Yəni bu mərkəzləri əlaqələndirmək üçün məhz dəmir yolu vacibdir. Digər layihə isə Zabrat 2 Maşdağa bağlar, Bakıxanov Suraxanı Hövsan, Bakıxanov Suraxanı Binə Qala dəmir yollarıdır ki, bu da şəhər ətrafından o dəmir yolu ilə şəhərə gətirəcək. Şəhərin daxilində metro daha sürətli bunları daşıyacaq və üçüncü reysli növ olan tramvaydır. Tramvay da niyə istiqamət olaraq məhz 28 may ilkin olaraq Mehdiyabad istiqaməti götürülüb? Çünki o ərazidə hansında ki, nə dəmir yolu var, nə metro var, mövcud avtobuslar, amma daşınmasının gücü çatmır. Yəni nə qədər avtobus artırsanız da, amma yenə də sıxlıqdır. Ona görə relsli növün tramvay, yüngül relsli olan tramvayın çəkilməsi planında var və düşünürəm ki, bu il artıq icrasına başlanılacaq. 2030-cu ilə qədər həmən layihənin tamamlanması, amma ondan başqa 5 istiqamət, yəni 5-dən biridir bu. Ondan başqa Pirşağı stansiyasından Sibriz yaşayış məntəqəsinə, həmçinin 28-dən Bayıla, 28-dən Üzü Nargiləni keçməklə Həzi Aslanova və Bakının hal-hazırda radial yolları baxımından bir radial yolumuz var. Buradan elə Üzü Sumqayıta gedəndir. Bəli. İkinci radial yolun tikilməsi nəzərdə tutulub. O hardaysa Mehdiyabaddan Üzü Ağşəhər istiqamətində olacaq və həmən layihənin tərkibində də yenə də tramvayın digər qolunun da çəkilməsi nəzərdə tutulub.